Rəqsən xanım necəsiz? Adam necə olar Naxçıvanda? Konsertin günü də özdə Bayılıram, super. Rəqsən xanım sizə bir dənə sual vermək istəyirəm. Eşini ver. Həyatınızda elə bir adam var ki, məsəl üçün adam danışmağa başlayanda deyirsiniz ki, ay Allah yenə başladı. Oy! Çox. Sizi ən çox kim yorur? Aha. Amma onsuz da edə bilmirsiniz. Onsuz dözə bilmirəm. Hə. Xətrinə dəyməyəcək ki. Yox. Cava. Rəqsanə İsmailovanı evdə kim idarə edir? Heç kim Rəqsanənin özü idarə eləyir. Gözəl şəkildə, bu arada gözəl tablodur. Geçək. Ay Rəqsanə xanım. Bəli. Sizinlə mübahisədə heç qalib gələn biri olub? Mübahisədə mənimlə qalib gələn. Bu söz davasından söhbət gedir. Bəli. Hə, xeyr, heç kim. Mənə qalib gələ bilməz. Bəzən amma həyatda elə şeylər var ki, onları danışmaq olmur, demək olmur. Bax, o deyilməyən sözlər qalib gəlir. Bir tədbirdəsiz, telefonunuzun bataryasının 1% qalıb. Amma çox vacibdir də o batarya. Yəni olmalıdır, o telefon sizə lazımdır. Hansı müğənni ağız açıb batarya istəyərdiniz? Mən istəyərdim batarya mənə versin. Mənim toppuşum xatışdan. Çünki show biznesdə hamı ilə çox gözəl münasibətim var, salam mələkim var. Amma hamısından daha bir 15 köynək xatirə mənə yaxındır. Sizin həyatınızda film çəkilir. Bu filmdə amma müğənnilərdən biri rol almalıdır. Sizin həyatınızı canlandırmalıdır. Hansı müğənni sizin həyatınızı canlandıra bilər? Aktrisa kimi. Amma müğənni. Mənim həyatımı daha yaxşı canlandıran müğənni. Mənim həyatım tragediyadır. Mənim həyatımı məndən başqa heç kim oynaya bilməz. Ancaq mənim özüm. Oy körəm. Bir günlük Instagram hesabınızı hansısa məşhura etibar etməli olsaydınız, hansı məşhura etibar edərdiniz? Hay Allah. Show business. Heç kimə, Hə. Kimə etibar eləyərəm deyim? Show business olmasa deyə bilərəm. deyin. Bir yaxın dostum var mənim. Aha. Onu hamı rəis kimi tanıyır. Aha. Fəxriyə etibar eləyərdim. Bir nəfərin adını çəkmək şərti ilə bu insan mənim başımın bəlasıdır. Kimə deyərdiniz? Daşı divarı soyub bir həsrət qalasısan, sevgilim deyilsən sən, başımın bəlasısan. Bu mənim mahnım olub ha. Bəli. Təzə sənətə gələn vaxtlarım mənim mahnım olub. Sən başımın belası, talime yazılır benim başımın belası. Öpürük sizi.